Xəritə sxemaya əsasən uyğunluğu müəyyən edin. Demək, bizim ölkə ərazimizdə düzənliklərin qeyd olunur və düzənliklərin yerini uyğunlaşdırmağa çalışaq. Bir Şirvan düzü. Şirvan düzü Kür çayının sol sahilində yerləşir və burada gördüyümüz D bəndi Şirvan düzünə uyğun gələcək. Demək, bizim burada 1-ə D bəndimiz bəndimiz uyğundur. 2. Muğan düzü. Muğan düzü Kürün sağ sahilində, Kür və Arazın hər ikisinin sağ sahilində qalan burada C bəndinə uyğun gəlir ki, burada 2-yə C bəndi bu bəndimizdə gördüyümüz kimi. 3. Mil düzü, bəli, bu Kürün sağ, Arazın sol sahilində qalan Mil düzüdür. Hansı ki, 3-ə demək uyğun gələn A-nı götürəcəyik biz burada. 3-ə A bəndi. 4 gördüyümüz burada cənub-şərqi Şirvan düzü. Cənub-şərqi Şirvan düzü də Kürün sol sahilində qalır. Burada B uyğun gələcək ona. 4-ə B bəndimiz və 5-ə isə artıq burada Qarabağ düzü qalır ki, hansı ki, Qarabağ da burada Kürün sağ sahilində yerləşən Y məntəqəsi olacaq və beləcə doğru bəndlərimizdə gördüyümüz kimi 1-ə D, 2-yə C, 3-ə A, 4-ə B, 5-ə isə Y olacaqdır.